Space telekanalında yayımlanan tarixin bir günü verilişində meyxanaçı Rəşad Dağlının ad gününün qeyd edilməsi müzakirələrə səbəb olub. Bildirilir ki, meyxanaçının ad gününün keçirilməsi təbiidir. Lakin televiziya kanalının bunu yayımlaması qəbul edilməzdir. Qeyd edilir ki, qətlə görə həbs edilən şəxsin ad gününün telekanalda belə təmtəraqla keçirilməsi doğru deyil. Qlobal infoza danışan sosioloq Elçin Bayramlı baş verənləri rəzalət və biabırçılıq adlandırıb. Stat: Belə negativ halların təbliği qəsdən aparılır. Təxminən 20 ildir ki, özəl televiziyalar açıq şəkildə xalqımıza qarşı mənəvi terror həyata keçirir. Televiziya tam nəzarətsiz məkandır. Buna görə də hansısa qüvvələr bəzi xarici mərkəzlərdən aldıqları tapşırıqlar əsasında gecə-gündüz özbaşınalıqların, cinayətlərin təbliğatını aparırlar. Sosioloq bildirib ki, belə verilişlər bağlanmalıdır. Ölkədə milli mənəvi dəyərlər qalıbsa, bəzi aparıcılar efirdən kənarlaşdırılmalı, hətta həbs olunmalıdırlar. Nə qədər ki, bu hallar davam edəcək, ölkədə kriminal hadisələrin, narkomaniyanın miqyası sürətlə artacaq, mənəvi çöküşə doğru gedəcəyik. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.